Belə, gəldik dəyərli marafon əhli sonuncu günümüzə, Zəhmətin Bəhrəsi adlı məktubumuza. Bu arada onu deyim ki, məndə bir oturma bu 7 günün mətnini, analizli oxuma deyək də buna bir yerdə müşayiətli bir şəkildə, mən müşayiətimdə oxumaları elədim. Bir dəfəmə oturmuşam, eləyirəm bunu. Onun üçün əslində istəyərdim ki, sonu daha enerjili bir şəkildə bitirəm. Amma bitmişəm artıq. Başdan birinci gündən biri anlattığım bütün videoların hamısı bir nəfəsə çəkirəm burada. Bir nəfəsə deyilməyəm, bir dəfəyə oturub çəkmişəm. Və indi də vaxtım azdır. Futbola gedişirəm. Onun üçün maksimum əslində burada qəşəngcə geniş bir söhbət eləmək istəyərdim sizlərlə. Amma qısa olmuş olacaq. Bir də başlayaq məktubumuza. Bir dənə check-up eləyəcəyik burada. Təsəvvür et ki, bir həftədir ki, kiçik bir bağ salırsan. Torpağa belləmirsən birinci gün, toxum səpmirsən ikinci gün, su varmısan, günəşin altında çalışmısan və nəhayət ilk düzəltilər görsənir. Yaşıl, təravətli, ümid dolu. Sən də bu 7 gün ərzində sosial media bağını qurmağa başladın. Neynədik birinci? Profili düzəltdik, müştərini tanıdın, postlarını planlaşdırdın, sən mi dil tapdın, hətta niyə reklam etmək lazım olduğunu da öyrəndin. Yəni reklamın nə olduğunu öyrəndin, əsas o. Yəni nənənin sandığınıza dəyəriz, avtomatik, yəni bir şey reklam qoyunda düşünərdik ki, bu həqiqətən sandığa qoyulası dəyərli bir şeydir, yox. Bunun özü belə çox böyük bir fərqindədir. Bu zəhmət yavaş-yavaş meyvə verəcək. Sənə satış gətirəcək. Sən artıq sadəcə paylaşan biri deyilsən. Praktik düşünən və səni əsas məqsədə aparan kontentlər yaradan bir sahibkarsan. Artıq fərqindəsən proseslərin. Və metaforamız nə olur? Sosial media bərabərli bir bağa. Əkdin, qulluq etdin. İndi isə böyütmək və məhsul yığmaq vaxtıdır. Amma unutma. İndi başladığım bu yolun davamı da var. Bu yol elə bir yoldur ki, bitmir. Və davamlı inkişaf edir, davamlı yenilənir, süni intellekt işin içərisinə daxil olub deyə çox sürətli bir dəyişim prosesinin içərisindəyik. Daha professional, daha dərin, daha təsirli addımlar üçün bu işin heç kimin danışmadığı gizli bir sirri var. Daha peşəkar olmaq üçün, daha dərin və daha təsirli addımlar üçün bu işin heç kimin danışmadığı gizli sirri var. Hansı ki bunu tətbiq edirlər, amma adım verə bilmirlər. Biz bu termindən ara-ara istifadə elədik. Bu termin storytellingdir. Yəni məhsulunu, xidmətini və ya biznesini hekayələrlə izah etmək. Prosesi hekayələşdirmək. Necə mən burada nənəmin sandığına bənzətdim reklamı və yaxud da digər metaforalar, sosial medianın bir bağ olması, mağazanızın, Instagram səhifənizin bir mağaza olması, orada vitrini, osu, busu. Nə oldu? Siz rahat bir şəkildə prosesi götürdünüz və inanıram ki, indiyə kimi əgər bu istiqamətdə oxumalar eləmisinizsə, belə ürəyinizə yatan bir oxuma olmadı. Bəs bu fərqi yaradan nədir? Storytelling. Bu cür anlatım və təsəvvür edin ki, mən necə adi və çox bəsit, hamının bildiyi bir şeyi belə bu qədər anlattığım zaman, çoxlarının bildiyi bir şeyi bu qədər anlattığım zaman, buna rəğmən ləzzət eləyirsə, təsəvvür edin, siz məhsulunuzu, sizi heç tanımayan bir auditoriya birbaşa anlattığınız zaman necə bir hiss doğuracaq. Hekayələşlərək anlattığımız zaman necə bir hiss doğuracaq. Yəni, sadə dildə desək, müştərinin hisslərinə toxunmaq, onu özündə görmək, hiss eləmək, onun başına gəlmiş bir hadisə kimi danışmaq və sonda satış etmək, amma bunu hiss etdirməmək. Tapşırıq nədir burada? Səhifəndə bir post yaz, bu 6 günlük maddələri, qaydaları tətbiq edərək yaz. Amma ən sonunda problemi yaz, həlli yaz, sonunda da bir dənə səmimi nümunə yerləşdir. Bir müştərinin yaşadığı bir anı, bir hadisəni, bir hekayə anlat orada. Bu post fərqli bir rezonans, bir vibe yaradacaq. Bunu özündə
hiss edəsən və fərqinə varasan. Belə, bir dənə final videomuz var. Onu izləyərsiniz. Sonrasında xüsusi təşrif hissəsi gəldi ən maraqlı yerə. Belə. Artıq burada bir yol bitir. Sizlərlə burada sağollaşırıq. Könül istəyər ki, dediyim kimi hamınızdan bir-bir tanış olub, bir-bir hekayənizi dinləyib, o hekayələrə fərdi olaraq toxunuş etməyi könül istəyərdi. Amma və burada yolumuz bitir. Bu yol bitəndən sonra istəyənlərlə bu yol davam edəcək. Hansı ki, bu istiqamətdə qərarı olub. Həqiqətən böyük işlər bacarmaq, böyük satışlar etmək, böyük addımlar atmaq, bazarda o seçilən satıcı olmaq. Bunun üçün artıq bundan o tərəfinə yazmaqla, bu cür anlatmaqla olacaq bir şey deyil. Bundan o tərəf artıq birbaşa mənim prosesə daxil olmağımla mümkündür. Təbii ki, burada bir istiqamət özü fərdi olaraq yol gedəcək. Yəni, mən anlattığım bu şeyləri bundan o tərəfə də daha yazacaq bir şey qalmır. Amma bundan o tərəfə sizin öz biznesinizə özəl, spesifik həllər lazımdır. Onları bir-bir işləmək lazımdır. Bunun üçün kimlərin bu prosesdə imkanı varsa bizdən xidmət ala bilər. Burada indi linklərə klikləyəndə açası görə sosial media marketinq konsultasiya xidmətlərimiz var bizim. Bir də mənim birə-bir fərdi mentorluğum var. Hansı ki, kim istəyirsə ki, fərdi olaraq prosesi öyrənsin. Bir ayda 4 dənə görüş edirik. Ona tapşırıqlar verirəm, WhatsApp üzərindən əlaqə saxlayırıq bu şəkildə və bu yer limitlidir. Mən eyni anda 5 nəfər götürə bilirəm. Və hal-hazırda məsəl üçün indi bu videonu çəkdiyim vaxtdan indi apreldəyik. Yəni növbəti ay doludur. Yerlər dolub. O bir ayda da artıq son 2 dənə yerim qalıb o yerdə də. Belə bu şəkildə anlattım, izah edeyim situasiyanı. Və bu cür mentorluq əldə edib, fərdi bir şəkildə dərs alıb, birbaşa öz biznesini obyektə, yəni dərs obyektinə çevirərək, onun üzərində öyrənərək, onun üzərində dərhal tətbiqlər edərək, ona həllər təqdim edilərək öyrənmək istəyənlər də mentorluq əldə edə bilərlər. Yəni burada maddi olaraq kimlər imkanı varsa, təbii ki, konsultasiyanı mən deyərəm ki, prosesi girək və onaraq bir yerdə. Kimlərin də imkanı yoxdursa, öyrənməyə qapı açıqdır. Yəni mentorluq fürsətindən faydalanıb istifadə edə bilərsən. Və mentorluq üçün müraciət edən şəxslərə də mesajlar gəlməlidir bu adresi. Bu marafonundan gələnlərə də bir 40% endirim var. 40% özəl təklif var. Güzəştli təklif var. Onu da dəyərləndirə bilərsiniz. O da təbii ki, burada həqiqətən fürsətləri kimlər dəyərləndirəcək məsələsi olduğuna görə yəni fürsət elə bir şeydir ki, o durur, gəlir, gedir. Yəni kimlərin fürsətə açıq birisidirsə, həmən o fürsət tak deyə yakalayır və o anı dəyərləndirir. Bu özəl təklif də müddətlidir. Yəni bu təklifi gördüyünüz günün sonuna kimidir. Ondan sonra bağlanır bu təklif də sizin üçün. Belə bu formada qiymətlərlə və s. də tanış olub maraqlana bilərsiniz, baxa bilərsiniz. İstəyənlər dediyim kimi yolu davam edə bilər, istəyənlər də burada bitirə bilər. Yolu davam etmək istəyənlər süni intellektdən də dəstək ala bilərlər bu arada. Artıq öyrəndiyiniz şeylər elə belə şeylər deyil. Düşünürəm ki, artıq nəyin nə olduğunu, nə baş verdiyini anlamışıq və bundan sonra süni intellektdən də dəstək ala bilərik. Maddi olaraq imkanı çatmayan şəxslər də süni intellektdən bu istiqamətdə faydalana bilər. Ondan bir storyteller kimi məsləhət ala bilərlər. Tamam, bunu da edə bilərsiniz. Digərlərdə imkanı çatan şəxslər də bu xidmətlərdən faydalana bilər. Heç ümumiyyətlə imkanını çatmasa belə, nəticədə 7 günlük bir marafonda iştirak elədiniz və düşünürəm ki, bunu yaxşıca tətbiq elədinizsə, böyük bir addım atmış olduq. Böyük bir məsafə qət etmiş olduq. O cəhətdən içim rahatdır. Əsas olan, dediyim kimi, 2025-ci il üçün mənim bir missiyam var. Bu saytda da qeyd eləmişəm, paylaşımlarda da. Azərbaycanda bu storytelling mədəniyyətini oturtdurmaq, mədəniyyətini formalaşdırmaq. Yəni bunun üçün əlimdən gələn dəstəyi
etməyə çalışıram. Amma vaxtımız da, resurslarımız da limitli olduğuna görə hamımızın şəxsi həyatı, karyerası və s. iş həyatı, sosial bir həyat olduğuna görə bütün resurslarını da insan buna həsr edə bilmir. Onun üçün bu istiqamətdə də yekun təəssüratımız, bu 7 günlük marafona aid yekun təəssüratımız çox önəmlidir. Başqa insanların bu belə bir imkandan faydalanması adına çox önəmlidir. Onlarla paylaşa bilərsiniz. Onlarla bu marafonu onları dəvət edə bilərsiniz. Yönləndirə bilərsiniz. Hətta əgər geniş auditoriyalarınız varsa, ümumiyyətlə bu marafondan faydalanıb səhifələrini böyüdənlər varsa, o böyük səhifələrdən də bura lidlər göndərə bilərsiniz. Onun üçün baxın, dedim ki, bu bir axımdır, bu bir dəyişimdir, bu bir hərəkətdir. Belə, buna nə qədər dəstək olmağınız artıq sizə buraxıram, sizə qalmış bir məsələdir. Belə, bu cür bir 7 günlük marafonda sonuna çatdıq. Xoş oldu. Mən indi bu marafonda birə-bir irtibatda olmasaq da, sizdən marafonun ortalarında, aralarında gələn o təəssüratlar, mesajlar kimi gələn təəssüratları oxuduqca ürəyim dağa dönür. Əgər çox müsbət bir dəyişim baş verirsə və bundan da mənim payım varsa, nə mutlu mənə. Həqiqətən bunun üçün və sizlərin də etimad göstərib bu prosesə daxil olmağa, bu çağırışımı qəbul edib gəldiyiniz üçün də bir ayrıca təşəkkür edirəm. Belə, qalın salamat, başqa bir hekayədə, daha gözəl bir hekayədə yenidən bir arada olmaq və daha gözəl hekayələrdə həyatın içərisində qarşılaşmaq ümidi ilə özünüzə yaxşı baxın. Allah amanında.